Meysəm Təmmar dedi, bəli ağacan buyur. Dedi, sənin o əkdiyin xurma ağacı ki var, o böyüyəcək, vaxt gəlib yetişəcək, sən zinazadənin əli ilə bu xurma ağacında asılacaqsan və dilin boynundan çıxardılacaqdır. Buyurur ki, ağacan mən dünyamı, təqvalı halda dünyamı dəyişəcəm, deyir, bəli, deyir, xoş olsun. Zaman gəlir yetişir. Meysəm Təmmarı ibn Ziyad tutturur. İmam Hüseyin Aleyhisselamın döneminde tutturur, zindana saldırır. Və zindanda qiyam eləyəndən sonra Meysəmi öncə məsciddə etiraz edir ibn Ziyada və onu tutturur, zindana saldırır. Zindana saldıranda deyir ki, ibn Ziyad, səni xurma ağacından asıstıracağım. Və sənin dilini boynunun arxasından çıxartıracağım. Bunu deyəndə Meysəm deyir ki, ağam Əli mənim ölüm xəbərimi demişdi. Sənin kimi zinazadə məni öldürəcək. Bunu deyəndə ibn Ziyad deyir ki, nə? Əli bunu deyibdi, deyir hə. Deyir, onda mən onun tərsini eləyəcəm. Sən elə zindana saldıracam, zindanda da öləcəksən. Zaman gəlir, yetişir, Meysəm Təmmar zindanda qiyam eləyir, onun dediyi o söz yadından çıxır, ibn Ziyadın yadından çıxır və əmr verir ki, onu xurma ağacından asın. Öncə xurma ağacından asırlar və daha sonra isə cəmaat ki, gəlib keçir o xurma ağacının yanından, Meysəm orada da bütün insanlara deyir, gəlin, yaxın gəlin sizə Əlinin fəzilətindən danışın. Cəmaat toplaşırlar, əskərlər xəbər verir ibn Ziyada ki, Meysəm Təmmar orada mucize eləyir. Deyir, onun dilini boynundan çıxardır. Və daha sonra isə Meysəm Təmmar elə ağacda ikən, elə dilini də salırlar aşağı, dilini boynundan çıxardırlar və yenidən ağacda asılı saxlayırlar. Sonra ağac canını orada tapşırır. Bir dənə onu da deyim, zəhmətini tamamlayım. Meysəm Təmmarla Həbib ibn Məzahir görüşürlər. Görün, bu iki şəxsiyyət nə qədər böyük insandılar ki, gör bir-birindən necə ölüm xəbərlərini deyirlər. Deyir, mən elə bir şəxsi görürəm ki, Əlinin yolunda xurma ağacından asılmış vəziyyətdə, dili boynundan çıxarılmış vəziyyətdədir. Meysəm də deyir ki, mən elə bir şəxsi görürəm ki, Hüseynin yolunda başı bədənindən ayrılmış və başı şəhər-şəhər dolandırılmış vəziyyətdə, nizədə dolandırılmış vəziyyətdə görürəm.